Ya Allah, xoş gördüm hər birinizi, dəyərli izləyicilərimiz, evlərinizi. Məndən belə alsaz təmir və tikintini yoxlatmadan almayın. Bunu sizə bir qardaş məsləhəti kimi deyirəm. Dəyərli müştərilərimiz, bugün sizlərə Mərdəkanda Şan Otelin yaxınlığında Bağlar massivində sizlərə torpaq qiymətinə, hətta torpaq qiymətindən də ucuz bu möhtəşəm həyəti təqdim edirəm. Bilirsiniz, boş həyətlərin qiyməti bu dəqiqə belə bir yerdə, yəni su çıxmayan, bax belə ağaçların yetişdiyi bir torpaq 30 min manatdır. İndi siz vurun şotkaya, mən deyirəm siz hesablayın. 25 min manatdan mən buranın həyətini sayıram, ən ucuz qiymətə. Amma halbuki belə ağacla olan evlər, həyətlər 30-35 min manatdır. 25 sotdur. Baxın bir dənə bu gözəlliyə, quşların səsinə. Bəh, bəh, bəh. Vallahi adam burada qocalmaz. Allah hər birimizə bax belə bağlarda qocalmağı qismət eləsin inşallah. İndi sizə bunun hovuzunu göstərim. Bax burada besetkası. Hazır besetkası. Bu sizə padarkadır bunun üstündə, bu evin üstündə. Orada axıran evi, giriş tərəfində qarajı, 2 mərtəbəli evi, orada manqalı, quyuları, 2 cür quyusu, dövlət suyu. Su ambarına bax orada, bakına. Bir dənə göstər zəhmət olmasa. Ay çox sağ ol Aynur, sən də əziyyət çəksən. Aynur deyir ki, kameramı heç kimə verməyəcəm. Səni ancaq özüm çəkəcəm. Demək, burada 13 metr uzunluğunda, 7 metr enində, 1,60 dərinliyində daşma tipli hovuzu. Hovuz tikən qardaşlarım, özünüz bu dəqiqə bu hovuzu tikmək üçün nə qədər xərc lazımdır, bir dənə kommentariyada orada yazsınlar, çox xahiş edirəm. Bir dənə yazın ki, bu hovuzun nə qədər xərci var. Bu da sizə üstündə padarka. Burada içində sauna, bağlı baseni, nə bilim orada istirahət otağı, orada bir dənə veranda, böyük həyət. Bu ev də sizə padarka. Bu da sizə padarka. Bax bu ev də sizə padarka, böyük bir evdir. Gəl gedək giriş tərəfində göstərək, Aynur zəhmət olmasa. Bax bunların hamısı sizə padarkadır. 720 min manat mən bu evə start deyirəm. Təbii ki, indi real alıcılarıma da endirim də eləyəcəm. Niyə də eləməyim? Mən qoymaram kimsə məndən küssün. Sonra orada it yuvası, nə bilim bir dənə də qazanxanası, çox şey var da, yəni həyətdə çox şey var. Burada da bir dənə axıran evi, burada 2 maşınlıq qarajı. Bunlar hamısı sizə hədiyyədir. Yəni bunu bu insan pul verir, tikdirir. Bax bu ev də sizə hədiyyədir. Torpaq qiymətinə sizlərə bu gözəlliyi təqdim elədim. Hələ torpaq qiymətindən də ucuz. Əgər sizin də belə evləriniz varsa, satmaq istəyirsinizsə, çətinlik çəkirsinizsə, rahatlıqla müraciət edə bilərsiniz. Məndən güclü əmlakçı tapmayasan qardaş, onu 100% garantiya verirəm. Özünüzdən müğayət olun, Allah ruzunuzu bol eləsin, canınızı sağ eləsin. Görüşmək ümidi ilə inşallah. Sağ olun, hələlik.